Naxçıvana verilmiş bu geosiyasi zəmanətlər sistemi xüsusi yer tutur. Bax, cənab prezidentin çıxışını təhlil edəcək, əvvəlcə təhlükəsizlik məsələlərindən başladı. Bəli. Təhlükəsizlik məsələlərini geniş şərh elədi. Sonra enerji təhlükəsizliyi məsələsini geniş şərh etdi. Çünki hətta bildirdi ki, fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir enerji təhlükəsizliyi məsələsi. Çünki əgər Naxçıvan qeyd etdiyimiz miqyasda tranzit hubuna çevriləcəksə, avtomatik təhlükəsizlik və xüsusi fiziki və enerji təhlükəsizliyi məsələləri ön plana çıxacaq. İnvestorlar, əməkdaşlığa cəlb etməyə çalışdığımız və maraq göstərən Avropa İttifaqı, xarici şirkətlər ilk növbədə bax bu fiziki təhlükəsizlik və ümumiyyətlə geosiyasi zəmanətlər sistemi ilə maraqlanır. Yəni bunlar olmadan heç kim gəlib bu qədər pul qoyan deyil bura. Bax bu bir aspekt və bu Naxçıvanın bu geosiyasi zəmanətlər sisteminin kökündə də məhz muxtariyyat durur. Muxtariyyatdan imtina etmək düşünürəm ki, doğrudan tarixi səhv addım olardı. Elmə müəllim də bunu qeyd elədi. Və zamanında ümumi lider bunu çox doğru vurğulamışdı və çox strateji olaraq Naxçıvan Muxtar Respublikasının statusunu müəyyən edilməsində strateji baxış sərgiləmişdi. Bu niyə gündəlik gəlirdi? Bu daha çox qrup maraqları çərçivəsində müzakirəyə gəlirdi. Kimlərsə sanki innovasiyalar eləmək istəyirlər, yeniliklər eləmək istəyirlər. Dövlətin taleyi ilə bağlı məsələlərdə innovasiya eləmək olmayacaq? Tamamilə doğrudur. Milli maraqlar, dövlətin maraqlarının nəticəsində innovasiya etmək olmaz. Hər şeyi yeni baxış altında gizlətmək olmaz. Bunlar demək lazımdır. Və açığı həm də onlar təəssüf doğrudur ki, Naxçıvanın spesifikasını, indiyə qədər keçdiyi yolu bilmirdilər. Təəssüf ki, Elmə müəllimin bir hissəsini xatırladı, digər hissəsini mən xatırlayım, ümumi körpüsünün yaranması ilə bağlı. Bu doğrudan da həmin dövrdə bax indiki Naxçıvanın geosiyasi hub perspektivini yaradan addımlardan biri oldu. Doğrudan böyük bir addım oldu bu istiqamətdə. Və biz eyni zamanda 44 günlük Vətən müharibəsində də bunu müşahidə etdik. Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələri Naxçıvana daxil oldular, təlim keçdilər və bunun özü də çox ciddi bir mesaj oldu və Naxçıvanın muxtar statusu məhz bu cür manevrlərə imkan verir və legitim əsas yaradır. Mən özüm geniş şərh elədim ki, izləyicilərimiz üçün bu aydın olsun. Və ikincisi, cənab prezident də qeyd edir ki, regionda kritik vəziyyətlər hər zaman yarana bilər. Çünki biz iki böyük müharibə gedən regionun arasında yerləşirik. Və belə olanda Naxçıvanın müdafiəsi, onun təhlükəsizliyinə bağlı çevik siyasi qərarlar qəbul olunmalı. Muxtar status bu qərarları qəbul etməyə imkan verir. Və muxtar statusu siyasi idarə etmə ilə inzibati idarə etməni ayırmaq lazım. İnzibati idarə etmədə bəli, siz istənilən profildə, istiqamətdə islahat apara bilərsiniz. Burada doğrudan heç bir çətinlik görmür. Lakin siyasi idarə etmədə muxtariyyət elementləri qalmalıdır. Muxtariyyətin də mahiyyəti məhz o siyasi idarə etmədə müəyyən qədər muxtariyyət elementlərinin qalması ilə bağlıdır. Məhz həmin o hipotetik böhran məqamlarında, fövqəladə vəziyyətlərdə bəs muxtariyyət statusunun verdiyi üstünlüklər bundan ibarət ki, Elmə müəllim onun müəyyən hissəsini şərh elədi ki, siz əlavə diplomatik imkanlar əldə edirsiniz, əlavə qonşularla əlaqələr yaratmaya, əməkdaşlıq inkişaf etdirməyə imkanları əldə edirsiniz. Mən düşünürəm ki, bu baxımdan cənab prezident hər zaman olduğu kimi doğrudan da öz strateji baxışını bir daha nümayiş etdirdi.